Kişi kişilərlə etdiyi zarafatı gələ xanımla eləyə. Bir dənə lətifə danışa da orada sərhədlər aşılar. Hədlər aşılar. Və belə olduğu təqdirdə orada dinin buyruğu budur ki, yox, bu olmamalıdır. Kişi qadına bu şəkildə qarışmamalıdır. Bu cürlə xidmət olmaz. Hətta məsələn bir hədis oxuyum sizə. Keçən də bu mövzulara müəyyən qədər toxundum. Hədislərini deməmişəm. Qoy hədis deyim sizə. Hədis budur. Mən fakihə imraətən bir kişi, bir xanımla zarafat eləyədə, hətta zarafatda. Allah buyurur, həsəbəhullah bi kulli kəlimətin, hər kəlməsinə görə hesab kitab var. O zarafatda danışacağı lətifədir, nədir, hər nə sözdür, söhbətdir, bilmirəm. Hər sözünə görə hesab kitab var. Bu, neyir? Həddər aşıb. Bu xanıma layiqdir, kişiyə layiqdir. Hesab kitabı öz yerində cəzası var. Hədisin sonudur.